müəyyən edin. Birincidən başlayaq. Deməli, Cx 16-lıq say sistemində olan ədəddir və bu ədədi onluq say sisteminə keçirdikdə 195 alınır. Və biz x-a hansı rəqəmi uyğunlaşdırmalıyıq, bunu müəyyən etməliyik. Onluq say sisteminə keçirmək üçün ədədin üzərini bu cür sağdan sola doğru ardıcıl nömrələdim. Daha sonra S12-dir. 12 vur 16 üstü 1 və x-in nə olduğunu bilmirəm. X vur 16 üstü 0. Bu bizə elə x-i verir. Və bu bərabərdir onluq say sisteminə keçəndə 195-ə bərabər olmalıdır. 12-ni 16-ya vururam. 192 üstəgəl x 195-ə bərabərdirsə, burada x 3 alınır. Yəni, birincidə x 3-ə bərabərdir. Yəni, 1, 7. İndi ikinciyə baxmalıyam. İkincidə ikili say sistemindən ədəd onluğa keçirilib və əslində əksini də edə bilərəm. Onluqdan ikiliyə keçirə bilərəm və ya ikilikdən onluğa da gətirə bilərəm. Bunu əksini edəcəm bu dəfə. 57 onluq say sistemindədir və bunu ikili say sisteminə gətirdikdə x-in nə olduğunu tapmalıyam. Onluqdan ikiliyə gətirmək üçün ədədi ya 2-yə bölərəm, qalıqları götürərəm, ya da ədədi 2-nin qüvvətlərinin cəmi şəklində yazıram. 2 üstü 5, 32 yazıldısa yerdə qalır 25-i. 2 üstü 4, 16-sı yazıldısa yerdə qalır 9-u, 2 üstü 3 və 8 yazıldısa yerdə qalan 1-i də yazıram, 2 üstü 0. İndi 5-dən üzü 0-a doğru ardıcıllıqla gedirəm. 5 var, 4 var, 3 var, 2 və 1 yoxdur, 0 var. Deməli, həmin ədədi ikili say sisteminə keçirdikdə görürəm ki, x-in dayandığı mövqedə 0 olmalıdır. Yəni, ikincidə x 0-dır. Yəni, 2-də D uyğun gəlir. Üçüncüdə isə onluqdan 8-liyə keçiddir. Mən əksini edəcəm. 6x ədədi 8-likdədir və bunu onluq say sisteminə keçirdikdə x 3 alınır. Onluq say sisteminə keçirmək üçün ədədi bu cür nömrələdim. 6 vur 8 üstü 1, bu bizə 48 verir. Üstə gəl. X vur 8 üstü 0 bizə elə x-i verir. Və bunu onluğa keçirdəndə cavab onluqda bu cür yazıram. 10x üstəgəl 3 verməlidir də. Onluqda ədəd ya 53-dür, ya 63-dür. Yəni, birinci yerdə dayanan onluq mövqesində dayanıb. Yəni, 10x üstəgəl 3-dür. Və bu tənliyi həll edəndə 9x 45-ə bərabərdirsə, burada x alınır 5. Yəni, üçüncüdə də x 5-ə uyğunlaşır. Yəni, 3-də də B-dir. Doğru cavab 1, 7, 2 D-dir və 3 B-dir.